Xüsusi sponsorlar: Bizon, Gipergips məhsulları, Dodo uşaq memeli, Lazer Beauty Clinic. Sponsor Chico, təşkilati dəstək Kasap dönər. İçindeki gücü oyat. Daim hərəkətdə ol. Bizon, güc məndədir. Mükəmməl təmir sizin də haqqınızdır. Gipergips məhsulları. Çatlamayan və möhkəm səthlər əldə etmək üçün Giperastar. Hamar və bəyaz səthlər əldə etmək üçün Giperüzlük. Astarınız möhkəm, üzünüz ağ olsun. Öz həyatımızın əsrarəngiz gözəlliklərlə yaşanması üçün bəzən çoxlarımıza adi görünən səbəblər gözümüzdən yayınır. Düşüncələrimizlə addımladıqca ən vacib oxunası kitabın həyat olduğunu anladıq. Yalnız həyatda olanlara baxıb, onların yaşatdıqlarını dərk etdik. Dodo məkanı və evinizdə olanları deyil, həyata baxışlarınızı dəyişəcək. Həyat gözəllikləri görənlər üçündür. Ləzzətin adı dəyişməz dadı. Qara yıldırım Chico pulları. Dostlarla görüşəndə, sevgini bölüşəndə. Qara yıldırım Chico pulları. Hər mövsümdə, hər an səninlə. Qara yıldırım Chico pulları. Hanımlar ve canımlar, karşılayın show biznesin patronu Felaket! Hop! Axşamınız xeyir olsun mənim gözəl göyçək tamaşaçılarım. Məhtersiz, nağarsız. Bugün elə qonaqlar çağırmışam ki, burada ola bilsin, biraz söz-söhbət düşsün, biraz sözümüz düz getməsin. Amma fəlakət hər şeyə hazırdır. Darıxmayın, qoy keçim yerimə sözümü deyəcəm. Bu həftədə mənim gözəl bir sponsorum var. Lazer Beauty Klinika. Dəvət eləyirik həkim kosmetolog Nigar Sultanova. Buyursun, alqışlayaq. Alqışlayaq sizə qurban. Mən razı çəkəm nazı. Ben razı çəkəm nazı. Gələ duran sözündə. Gülüş olaram üzündə. Ay, oradan Manafla Cavanşirə deyim, veriş biraz texniki səbəblərdən yubanır. Ay Nigar xanım, mənim ürəyim ağrıyır axır zaman. Onu müalicə eləyə bilərik. Ay Fəli, mən ürək doktoru deyirəm axı. Mənim həkimim oldan olar, qurban olarım. Ürəyimi Sən müalicə... həkimin olun, amma əgər ürəyin ciddi ağrıyırsa, ürək doktoruna göndərərəm. Və siz Nigar xanım, nəyi müalicə eləyirsiniz? Mən onu dəqiq bilim, görüm məndə var ondan. Mən o əyilmiş burunları düzəldirəm, balaca dodaqları yekəldirəm. Yüngül elə bil. Gözləri o belə qəşəng olmayanları daha belə ceyran göz eləyirəm. Məni siz oxşada bilərsiniz. Niyə oxşatmıram? O mənim əlimdədir. Ay sana qurban olum. Nigar xanım, bugün qonaqlarım biraz beyni xarab adamlardır. Sizə güvənib bugün onlara sözümü deyəcəm. Ola bilsin dava düşdü, mənim burnumu, ağzımı qırdılar. Gələrəm onu düzəldərik də, yaxşı? Qoy rahat əl qol atsınlar, onu mənə bırax. Ay sən qurban olaram. Qoy bir dənə verişi yola verim, rahat danışarıq. Çox sağ olun Nigar xanım. Bugündən Fəlidən doğru xəbərin sponsoru Lazer Beauty Klinika Nigar Sultanova. Alqışlar. İndi isə keçək anonslarımıza. Şəkildə gördüyünüz şəxs Manaf Ağayev, kod adı bərk gedən Manaf, el arasında Mənaf deyirlər.
Mənaf Ağayev gənc illərindən musiqiyə maraq göstərmişdir. Arxiv məlumatlarında göstərilir ki, bu marağın əsas səbəbi bahalı həyat olmuşdur. Toylarda oxuyub məşhurlaşmağa başladığı vaxtdan ona baxan bir çox gənc müğənnilikdə pul var fikri ilə sənətə gəlmişdir. Şəkildə gördüyünüz şəxs Cavanşir Məmmədov, kod adı Cava, el arasında onu yaxşı eləyirsən, amma düz eləmirsən Cavanşir kimi tanıyırlar. Cavanşir Məmmədov ötən əsrin 3-cü rübündən etibarən televiziyada və toylarda çıxışlara başlamışdır. Şahidlərin sözlərinə görə toylara şabaşdan əlavə nəqd pul ödənişini o gətirir. Böyüklə böyük, uşaqla böyük olan Cavanşir Məmmədov tez-tez videoları ilə gündəmə gəlir. Sənətə özündən sonra gələn nəslə səhv məsləhətlər verdiyi üçün gənclərlə görüşü qadağan olunmuşdur. Beləliklə, qarşılayın Manaf Ağayev və Cavanşir Məmmədov. Bye 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 bye. Bye 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 bye. Bye bye love. Nə gözəl insanlar gəlib. Gözəl günün olsun. Köhnələr, nə tərsin. Narsən qayam, salamatçılıq. Təşəkkür edirəm, amma gərək köhnə deməydin. Köhnənin başqa-başqa mənaları da var. Yox, indi o mənaları bu gün açacağıq. Bu gün çox söhbət olacaq. Şeir, qəzəl, poema, Koroğlu, Babək, 6 dənə də öz oğlum. Biz köhnə və köhnəlməyən adamlarıq. Əbülhəsən, nə biləsən, sən fikir vermə onu. Aha, mən elə bu lazımdır. Başlayan kimi yüngül qaşınmaq. Eybi yox. Nəcə razılaşdınız bir yerdə gəlməyə? Ay Cavanşir müəllim, ay Manaf müəllim. Biz elə bir yerdəyik, narahat olun. Hə? Bəs niyə ayrıldınız siz? Yaxşı bir yerdə duet ol. Biz ayrılıb eləməmişik. Yox, bağışda bu Firuzə xanım sualdır. Dəyişik saldım. Deyən qurban onu çıxardım. Yox, bağışda sən Allah. Ay Manaf müəllim, mən sənin bütün günü Instagramda şəkillərə baxıram. Dedim ay, bu Manaf müəllim bütün günü proqramla zadla özünü arıqladır da, fit eləyir, fit. Amma baxıram doğrudan arıqlamısan ha, yəni proqram deyil. Nə aydın, nə əməliyyat elədin, nəyi qoydun, nəyi çıxartdın? Heç bir əməliyyat yoxdur, sadəcə yeməyi biraz azaltmışdım. Yox da Manaf müəllim, bu verilir, başqa verilir. Burada düzün danış, nə qarmısan? İndi nə varım, mən... Sən ünvanı səhv salmaya, əməliyyatı mən eləmişəm, gözlərimdə əməliyyat elətdirmişəm. Yox, sizə qaydacıyıq, sizə gələcəyik. Çəkir, nə istəyirsən bundan? Özünə lazım olan qədər arıqlayıb. Sən mənim dostumu çox hədəf götürmə. Dostsuz siz. Sən də öldün ma zəng eləyən ki, Manafı çağırma, başqa adamı çağır. Mən niyə danışdırırsan? Ay Manaf müəllim, deməli diyeta ilə arıqlamısan da, hə? Diyeta zad yoxdur, sadəcə çörək yemirəm. Çörək yemirəm. Çörəyi bir də yemirəm. Sən özün maşallah çörəkli adamsan, ha? Hə, o heç. Özün yeməsən də başqasına çörək verirsən, maşallah. Onu bilirəm. Onu düz deyirsən. Özün tərifləyirəm ki, biraz yüngül olsun. Yox, tərif yox, əslində düz deyirsən. Sən Manaf müəllim, bir də gördün kökəldin, özündən asılı olmadı. Təzə proqramlar öyrənmişəm, orada arıqlatmaqsa deyəcəm sən orada eləyərsən. Bax, sana bir şəkli düzəltmişəm burada. Fitsən ha burada, fit. Dəhşət deyən gör sənin belə şəkli kim düzəldirsən. Bunu qoy Instagrama partlayacaq buna bax. Yaxşı da? Çox şirin sana maşallah. Yüngül nəsə var, amma yaxşıdır. Sağ qurban olaram. Bu hələ xəbərdarlıqdır, yavaş-yavaş. Buradan o artıq çəkilərdən əziyyət çəkib narahat olan adamlara demək istəyirəm ki, əgər çəkiniz sizi narahat eləyirsə, onda tərəzidən bir də güzgüdən uzaq durun, sağ qurban olaram. Mən bir dənə üzr bağışda, bir dənə Manaf müəllimə söz soruşum. Buyur. Sən adamsan da, istəyirəm səndən bir söz soruşum. Buyur. Bu show biznesdə bəzi adamlar var, bu setkalı köynək zat geyinir. Nətər baxırsan bunlara? Qəşəng. Lap yaxşı baxırsan. Baxır kim geyinir də? Hə, baxır kim geyinir, yaraşır, neyniyir. Bəli. Başa düşdüm. Mən elə belə sual vermirəm, ha. Keçən dəfə Cavanşir müəllim qonağım oldu. Sağ olsun, mənə bir dənə setkalı köynək hədiyyə elədi. Cavanşir müəllim, bilirsən nə tər işimə yarayır o mənim? Hə, o verdiyin nə tər işimə yarayırsa, buna bax, elə o vaxtdan yığmışam bu soğanları içinə. İnanırsan biri göyərməyib ha. Bir dənə saxlayırsan qurban olum. Gözəl insansan, maşallah. Sən o setkanın qədrini indi bilərsən. Yox, maşallah. Mən də deyirdim, ay bu nəyə yarayır? Sən demə bu soğan üçün yaxşıdır. Bax, sizi nə ilə yiyirsiniz? Paltar sabunu ilə. Sən nə ilə yiyorsun? Quruşqa ilə. Vur ora. 1-0, sağ qurban olaram. Ay Manaf müəllim, heç soruşmursan, xəbərin yoxdur, başıma nə gəlib? Soruş da, soruş, ay fəlakət. Nə gəlib sənin başına? Ay fəlakət, nə gəlib başına, de görək. Kəpək gəlib, qurban olum. 1-1. O qədər saç olanda kəpək gələrdi. Cavanşir müəllim, Manaf müəllim yaxşı eləyir, düz eləmir, yoxsa düz eləyir, yaxşı eləmir? Buyur. Manaf müəllim düz eləyir, yaxşı eləyir. Düz deyir, yaxşı deyir. Düz eləyir, yaxşı deyir.
Bir dənə bağışla qurban olsun. Bu nətər baxırsan, bu show biznesdə adamlar var, bütün rəngli köynəklə Instagramda şəkil qoyur, nə bilim paylaşır, yaraşdı, yaraşmadı geyinir. Nətər baxırsan bu adamlara? O mən başının içini görə bilmirəm axı bəzi adamların ki, o rəngli geyinir, yoxsa rəngsiz geyinir. Özü bilər. Yox, yaxşı baxırsan, pis baxırsan ona qurban olsun. Yox, heç baxmıram. Baxa bilmirəm, vaxtım olmur. Onda Manaf müəllimə baxmırsınız da siz belə. Manaf müəllim normal geyinir. Yox, Instagramda rəngli yox, Cavanşir müəllim. Mənim verilişimdə mənim üstümə zakarımlıq eləmir. İndi hamı çox adam rəngli geyinə bilər, hərən bir zövqü var. Əhəmiyyət kəsb eləmir. Yox, rəngli geyinən də özü deyil. Özü deyil. Yox, sizə kim sual verdi, ay Manaf müəllim? Yox, sizə mənim mirimdə rəngli geyinənə yaxşı baxmıram. Bax, deyin biləsiniz. Özümə nətər baxıram? Özümə pis baxıram, nətər baxacam? Yaxşı baxmıram. Ay Manaf müəllim, bir dənə müsahibənizdə demişsiniz ki, mən belə arada çılğınlaşıb eləyirəm də, beynim çönür eləyir. Çılğınlaşıram, deyirəm, səni tutsam asacam, kəsəcəm, belə eləyəcəm. Sonra gəlir mənə deyir ki, ay Manaf müəllim, üzr istəyirəm, bağışla. Ürəyim o saat yumşalır da. O əsl insaniyyətlikdir də. Ola bilər əsəbləşərsən, amma haradasa insan səhvin başa düşürsə, o dəqiqədə yumşalırsan, qutarır. Hə, insanlıqla bağlıdır. Düzdür, bu sənə aid deyil, amma bu əsl insanlıqdır. Yəni, əsl insan belə olur. Bunun buna nə dəxli var? Yox, qaşınmağı deyirəm. Qaşınmaya ömür boyu olub da. Göynəməyə, qaşınmağa. Yox, Manaf müəllim, ehtiyatlı ol. Sənə birinci verişlərə dedim ki, ehtiyatlı ol. Burada qaqan qanunları keçir. Zəhlər gələr sağ, zəhlər gələr. Başa düşdün? Söhbətlər olar, yaxşı. Fəlakət, bir mənə de görüm. Kiməm mən? Sənin adın fəlakətdir. Səndə tsunami olur. Tsunami olur. Həftənin 6 bizdə də əsəbləşmək olur da. Yəni, əsəbləşə bilməyən adam robot. O da adam deyil də, bilirsən də nədir. Yəni, insan əsəbləşməlidir. O insan ki, əsəbləşə bilirsə, demək, onun hissiyatı var. Bəli, o insan ki, gülə bilirsə, demək, onun daxilində paxıllıq yoxdur. O insan ki, normaldır. Və deyirsən, nətər əsəbləşməsini? Ya o, ya mən. Bir də görürsən ki, sayt öz başına elə bir şey yazır ki, mən o sayti yazan adamı tapsam, mən onu bir dənə parmağını sındırıram. Yəni, düzgün olmayan məlumatları yazırlar, dərc eləyirlər. Sonra da gəlirlər, düşürlər əl-ayağıva, yalvarırlar ki, qurban olun, başına dönüm. Özü bir dəb əmələ gəlib bunlarda. İstinadən yazırlar. Mən dünən yox, sırağa gün elə Manaf müəllimlə bir yerdə biz efirdəydik. Oradan müraciət elədim. Bunları attestasiya eləmək lazımdır. 10 il, 15 il müəllimə dərs deyir, müəllim dərs deyir. Onlara təzədən attestasiya eləyib imtahandan keçirdirlər. Ancaq jurnalist gedir də orada, burada. Kişi deyirsən, özün götür. Götürürəm. Ən azından 6 ay gedib kurs keçməlidir. Musiqi açarı yaza bilməyən adam. Qoy yatsana, xəbəri yoxdur. Nə oldu? Hə, bu rəngli paltarlara pis baxırsınız, yoxsa yaxşı baxırsınız? Yox, yaxşı baxıram. Yaxşı baxırsan, sənə qurban olum, yuxu tutdu məni. Mən baxıram ki, bu show biznesdə köhnələr var ha, köhnələr. Heç vaxtı köhnəlməyən köhnələr. Onları məsələn, hərəsini toyda bir ştrixlə tanıyırlar da. Məsəl üçün, bu Yusuf Mustafayevi ta eləyəndə bilirlər ki, bu ona məxsusdur. Cavad Rəcəbov eləyir. Sizdə hansı bir ştrix var ki, siz onunla tanıyırlar. Onu ancaq siz eləyə bilirsiniz. Ancaq sizə məxsusdur. Hansı ştrix var? Qurban olun, buyur. Məndə elə nə dedin? Ştrix dedin, nə dedin? Samleniyə. Nə dedin? Nə dedin indi? Pişka? Ştrix. Nə deyil bu? Ştrix, hə. Ştrix zad yox. Buyurun, sizi əli dolu yola salacağım. O qədər hədiyyə verəcəm. Mənim çikotumları var, Sevmişkada, sponsorum. Ondan verəcəm, aparın evdə nəvələrlə, özü uşaqlarla oturun. Mənim verişimə baxarsınız, qurban olarım. Halal xoşun. Halal xoşun, sana qurban olarım. Çox olsun. Sağ ol, sağ ol. Nəsə bununla bağlı bir hadisə yoxdur? Moskvada toyda, nə bilim, rəhmətə gedən. Moskvaya getmək olur ki, toyda olsun. O qədər verib ki, qonşulara da paylamalıyım. Nə vaxt qutarsa Cavanşir müəllim, yığ məni onsuz da götürməyəcək. Sana qurban olarım, vurun. Mənim bu tamaşaçılarım var, sizi çox istəyirlər də. Mənə yazdılar ki, soruş Manaf müəllimdən, Cavanşir müəllimdən ki, bunların hansı daha imkanlıdır? Bizim imkanımız nədir? Manaf müəllim, başlayacam ha, şəhərdə yer qoyma. Profkanı sən yaradırsan, şəhərdə xəbərin var. Hər yanda profkadır sana görə. Mənim nəyimə görə? Hər yanda ev almışsan, yolun ortasında obyekt tikmirsən, mənim ağzımı açdırma. Mən onları sökərəm, qoyub profka yığsın. İbrahim Tatlısəsin 9 dənə təyyarəsi var, 20 dənə də avtobusu. İbrahim Tatlısəs sırf təmiz. Mən vurulmaya çox alışdım. Mənim Manafın və yaxud da digərlərinin olmasın.
Mənə dedin, bu çətin adamdır, mən sana inanmadım, sən gözəl insansan. Mən başqa sual verirəm, ay Cavanşir müəllim. Sən başqa cavab ver. Mən deyirəm ki, imkanınız var və imkanınız olmalıdır. Nə deyirəm, eşidirsən, bizim ikimiz də imkanlıyıq. Hansınız bir-birinizdən imkanı? Biraz, çüt-çüt. 1000 manat Cavanşir da yaşla bağlıdır. 1000 manat səndən çoxdur. Sözün atdı, bura qurban olun. Amma mən bu söhbətin dərinliyinə getmişəm. Bir dənə spisik düzəltmişəm. Show biznesin ən varlı adamlarının spisiki. Bütün saytlar, hamısı başlıq yazsın. Show biznesin ən bahalı, ən varlı müğənniləri. Birinci yer. Açığı birinci yerini sizin ikinizin arasında qaldım. 1-2 eləmişəm də özünüz seçərsiniz onu. Elə ikisini də birinci yer. Biz axıra salır. Yox, cəmaat bax. Niyə fəlakət? Niyə yalan danışırsan? Birinci yer Manaf Ağayev, Cavanşir Məmmədov 1-2. Üçüncü yer Teymur Əmrah. Ha, bax indi düz gəldi. Dördüncü yerə bax hələ. Cavanşir Məmmədovun şoferi. Dördüncü yer. Gör. İmkana bax ha, şoferdə yaşayır. Beşinci yer Manaf Ağayevin şoferi. O imkanıdır ver. Altıncı yer Elon Musk. 7-ci yer Manaf Ağayevin şoferinin köməkçisi. Bu, sənin şoferin köməkçisi zat da var. Ha, deyə oturub orada. Əməlli imkanı var. Sən ora üçüncü yeri Vasif Məhərrəmliyin yaz. Yox, qurban olun. Vasif Məhərrəmli Manaf deyib, mən olan yerdə onun adını çəkmədə, qurban olun. Eləmə də, söz danışmışıq bundan. 8-ci yer Cavanşir Məmmədovun bağbanı. Pay, buna imkana bax, bunun bağbanı yaşayır, mən yaşayamıram. Bağbanın köməkçisi zadı var da, Bağı var ki, köməkçisidir. Yox, bağban hələ götürüb də, deyir, gələcəyə bağalaram, indi imkan var axı, bağa şey verir ona, maaşlar verir, xəbərim var söhbətdən. Ay Manaf müəllim, Elon Musk deyir, yaxınlarda bu Twitter'i alır. Ümumiyyətcə, bu bizneslərlə bağlı bunun çox böyük intellektual bir proyekti var, cədvəli var. O fikirləşir ki, mən bunu Tesla maşınları ilə, sonra Twitter'la, ümumi hadisələrin baş verən cəryanı ilə istəyirəm ki, bu 43 milyondan bir avans verim ortaya. Siz nə fikirləşirsiniz, olacaq bunun axırı? Kim ama söylersin, başa çıxmır. 2 saatli danışıram burada. Bir hafta biz danışırdıq da 2 saat yatmışdınız. Vallahi ya. Olmaz ki, mənə hörmət izlə. Başlayacağım ha Vasifdən. Başlayacağım Vasifdən, ədalətdə qutaracağım. Ha, beynimi xarab eləmə. Başda. Bir də sual verirəm sana. Siz necə fikirləşirsiniz? Bunun gələcəyi necə olacaq? Maşın işinə Cavanşir baxır, onun cavabı Cavanşir. Olabilir. Elon Musk'ı tanıyırsan, qurban olur. Onun gələcəyi belə olacaq da. Yox, başa düşdün. Yenə dəxli olmadı sualıma, amma yaxşıdır. Hansına baxırsan, buferi sallanır. Öldürüb, bu Priusları öldürüb. Maşının hər yanına bunu dedə səhərdən manavla mənə tutubsan güllə barıta. Bunlardan danış da. Mən gələn verişlərdə söz verirəm. Bu Priusa sözlərimi deyəcəm. Deməli gedirəm Cavanşir müəllim şəhərdə. İndi özünüzə baxmayın da, mənim cəmaat çox istəyir axı. Qurban olun sizə. Görürlər, fəlakət. Fəlakət. Dıdış, sağ getdi, nağarimi fanattır. Fəlakət, dıdış, sol getdi. Maşının hər yanında Priusun nömrələri var. Ay Manaf müəllim, bezmişəm, qurban olun. Billəmi, demişsiniz mənə maşından sual verin. Yox, özdə, eşidə, Fəli, deyir ki, tıxacın qarşısını nətər alır? Tıxacın qarşısını almaq 2x2-dir. Bütün nazirliklərdir, bütün universitetlərdir, bütün biznes şirkətlərdir. Onları götürürsən ələt tərəfə, nasosun tərəfə. Şəhər onu bombalan boş, qışa rahatca gəlirsən. Mən də bir dənə kreativ variant fikirləşmişdim bu profkalarla bağlı. Əgər istəmirsinizsə profkaya düşməyəsiz, maşın sürməyin. Əgər istəmirsinizsə profkaya düşməyəsiz, maşın sürməyin. Manaf müəllim, Cavanşir müəllim, biraz narahat oturmuşsunuz. Nəsə narahatçılığınız var məndən. Varsa özümü tanıyayım ha, problem yoxdur. Mən öyrəşmiş adamam. Sizə qurban olaram. Sizi mən çox istəyirəm ha. Sən indi 1 ton gipper verim, onda daha çox hiss eləyəsən. Gətirin oradan gipperi. Cavanşir müəllimə, Manaf müəllimə hərəsinə 1 ton gipperi hədiyyə. Gətir görüm. Gipper, hərəzə 1 ton, indi onu yığacam maşına. Mən fəlakətdən hədiyyə. Halal xoşunuz istifadə edin. Onun hardan gedək götürək? Özünüz harda olsa deyəcəm, ora göndərəcəklər. Biz elə-belə adam deyilik, qurban olun. Görək də, görək. Fortis qrup, öpürəm sizi, öpürəm. Cavanşir müəllim, bir dənə kreativ rubrikam var. İstəyirəm gedək onu bir yerdə eləyək partladaq. Hazırsınız? Hazırıq. Hazırsınız? Çak qurban olun, çak. Çak Cavanşir müəllim, çak. Ay sağ qurban olaram. Ver o rubrikanı ver. Ver, rubrikanı ver, rubrikanı ver. Ay Cavanşir müəllim, ay Manaf müəllim. Burada mən deməli show biznes nümayəndələrinin şəklini qoyacağam. Siz onları həm palçıqlayasınız, həm yumurtalayasınız, həm pomidor vurasınız. Görək hansınız kimə pomidor yumurta atasınız. Birinci elə Manaf müəllim, sən ürəkli olduğun üçün səndən başlayırıq. Nədən başlaya bilərsən? Limonla. Ay yox, qoy ora limonu, özündən şey çıxartma. Nə oldu? Bəs sən ürəkli idin. Ala, xiyardan başla, xiyardan. Xiyardan ora falan var. Gör hansına istəyirsən, biraz yaxın gəl, qurban olun. Gəl yaxın, dur burada.
Həyəcanı verin həyəcanı. Görək Manaf müəllim kimə xiyar atdı. Buyur Manaf müəllim, hansını atırsan xiyar? Ürəklə buraya sırt təpəsinə. Buyur. Bərk vur. Bəli, Manaf müəllim. Görəyin kimə xiyar atdı. O xiyar atmaqla ona nə demək istədi? Manaf müəllim qaç. Qaç qurban olub, qaç biabır olasın. Qaç gəlir, qaç. Ha, gəlsin ana. Bacarmayasan, kimlə bacarsan bundan bacarmayasan, qurban olub. Heç cürbal. Sən mənə xiyar deyirsən, qurban olub. Gör nə düz yerdə. Sən mənə xiyar. Gör nə düz yerdə. Sarıqma, sənin montajla başa oynasım görərsən. Eybi. Cavanşir müəllim, nə deyirsən düz çıxır Manaf müəllim haqqında. Buyur, hansını atarsan? Allaha qurban. Ala yumurta qurban olub. Mən heç nə deməmişəm, amma o birisindən sən çıxsan lap əla olar. Hazırsan? Çoxdan. Həyəcan var, deyən görüm. Nə həyəcan olacaq səndə. Qorxma, vur qaç. İslanmışsın, yağışdan nə qorxusu sən. Yenə dəxil olmadı, eybi yox. Cavanşir müəllim, bu insana niyə yumurta atdı? Ona yumurta atmaqla nə demək istəyirdi? Cavanşir müəllim, qaçma çatdırmayasan uzan aşağı. Uzan aşağı biabır olduq. Cavanşir müəllim, bax, buna yumurta atdı, bax buna. Xatundur, xatun öz qardaşımızdır. Nə demək istəyirdi? Öz qardaşımızdır. Qardaşındır. Qız qardaşımızdır. Başa düşdüm səni. Nə dəxil vardı, onu bilmədim. Sən bu palçığa meyilli adamsan, geyin bunu. Geyin qurban olun. Mən işlə birin başdan, birin axırdan. Birin oradan, birin buradan başdan. Başladın, indi axırını edirsən. Yox, yaxşısan, maşallah. Ay Manaf müəllim, ürəyində deyirsən kaş oradan kim çıxardı? Vasif. Hansı Vasif? Məhrəmli. Ədalətin yanındakı oğlan? Bəli. Bildim, deyən görüm. Ədalət deyil. Çox çətin adam deyir. Manaf müəllim, bir dəfə deyəsən buna sözü demişdin, sonra mənə dedin ki, məni ondan uzaq elə. Ona palçıq atmışsan. Bunun arxasında duranmayasan. Manaf Ağayev Əli Mirəliyevə palçıq atdı. Duduş. Yazsın bütün sahiblər, Əli müəllim. Sizi bu studiyada gözləyirəm. Gəl sözü de, cavabını ver onun, qurban olum. Bu veriliş patladı, qurban olaraq. Qardaşımızdır. Yox, malalama burada. Yox, bu üstü örtülü şeydir. Ay qardaş, ay vətəndaş, bir dənə qulaq. Sən bilsən harada səhv elədin? Bax, ora xiyar atmaqda, sən uca səhv elədin. Sən əvvəldən səhv eləmişdin, qurban olaraq. Sən görmüşdün, qurban olum. Gəl, yaxına gəl. Yaxşı fikirləş ha. Bax, Manaf Ağayev kimi səhv eləmə. Hansını atarsan? Əlin yanında kim varsa onu. Buyur. Ay Cavanşir müəllim, səndən də soruşum. Belə adamın ürəyindən keçir də. Kaş orada filan kəsin şəkli olardı, ona bir ürəyini atardım. Kimi fikirləşsən olar orada? Kaş Vasif olaydı. Bir də Vasif xeyir. Qardaşımız. Kaş elə Vasif olaydı, qurban olum, yaxşı qutarardı. Sən bunun dilindən qutararmayasan. Bu, ömür boyu oturanda, yatanda, yasa gedəndə, toya gedəndə səndən danışacaq. Sana lazım idi, Nadir Qafarzadə sana lazım idi, qurban olum. Bu bir sənin ağayıracaq, saçın yolacaq abi. Bu söhbətə görə saçın yolacaq. Manaf Ağayev. Nadir, provokasiya da, Nadir. Limon yox. Ya gül, bir dənə də gül götür. Yox, gül sənə yaraşmır, onu bayaq verə bilərdim. Limonu götür, ala, limonu götür, səndən düşmənəm. Gəl qabağa görüm. Belə gedəcəm də. Vur atırsan, vur. Baxaq görək Manaf Ağayev kimə limon atdı. Bu limon atmaqla ona nə demək istədi? Baxaq. Fikri dəyişmək fikrin yoxdur. Tacizdən limonları götürüb. Limon. Yox, demirsən ki, kaş onu atmazdım. Heyf. Yox. Heç demirsən? Yox, atmışamsa atmışam. Hədə uzaq telefonu söndürərsən də, səndə nə problem var? Buyur, Manaf Ağayev Ədalət Şükürova limon atdı. Bəli. Özümki şey demə. Sən yaxşıdır, qurban olaraq. Cavanşir müəllim, sizi çox istədiyimə görə görün sizə nə saxlamışam axırda. Gül. Gəl. Cavanşir müəllim, imkan yaradıram sizə. O gülü bax, belə tutat da, hansını istəyirsiniz, üstünə gedin, özünüz açın. İmkan yaradıram sizə. Buyur. Ala birini, səncə hansı fikirləş? Birdən oğlan olar, bir yavır olarıq, yaxşı fikirləş. Belə. At, icazə verirəm, at.
Elza Seyidcan, Elza Seyidcan. Bəli, Cavanşir Məmmədov Elza Seyidcana gül verdi. Əla, super. Partlatdı. Bununla partlatdı. İndi Elza xanım sizə bir dənə şeir yazacaq. Partladasınız siz də onu. Ay Manaf ağayı, görürəm yaman meyillisən gül verməyə. Gəl görün bura. Ver gülü görüm kimə versən. Ver. Çəkin onu yaxından. Bəxti gətirdi. Gülə gül verərlər. Bəxtə baxayım, maşallah. İki dənə xanımın ikisinə gül çıxır. Əla, super. Bu rubrikanı partlatdıq. Keçək verilişimizə. Dodo mebelin qabağında gözləyirəm səni. Sənə qurban olaraq, da göndər. Ay Fəli, uşağımız dil açdı. Doğrudan nə dedi, kimin adı dedi? Belə gedişlə Azərbaycanda müğənni olacaq. Birinci sözü not oldu. Do dedi. Nə dedi? Do. Do, not deyil. Do. Uşağı ki, bura test-test gətirirəm. O da öyrəşib hər dəqiqə səhər duran ki, mənə deyir ki, ata, do. Onu deyir də, qurban olaram. Qarışdım səni aləm, bax, bunu deyir, do. Ay Cavanşir müəllim, eşitmişəm bu yaxınlarda Niva almısınız. Belə efir Niva deyirlərdi ona, efir Niva. Hə, xeyirli olsun. Maşın təzama sürən köhnədir. Sağ ol. Xeyirli olsun. Ekskluziv Nivadır, hə. Bezdital, bez kraska. Amma mən bir il yarımdır sifariş vermişdim. Mən yox, daha doğrusu dostlarım. Yox, mən məcbur elədik, gəlməliyəm yanınıza. Sən o Nivanı kim aldı? Dostlarım alır. Adı nədir onun qurbanı? Birinin adı Mamətdir, birinin adı Azərdir, birinin adı Vəlidir. Nömrəsini verərsən də olmalı. Sənin əvəzindən bir çox sağ ol deyim də. Hə, verərəm. Ay Cavanşir müəllim, indi o Niva olardı Manafda. Manaf onu aparardı Ağşəhərə. 10 manatlıq yerdə 15 manat verib onu yuduzdurardı. O rəngli kostyumundan da geyinib, ayağını qoyardı bax belə təkərin üstünə deyər də çək şəklimi. Çək şəklimi. Yəni qarnımı dala eləyim, çək şəklimi. Eşidirsən, o Nivada, o birisi maşınlarda Manafa qurbanır. Yox, indi adam elə Nivanı satmaz da, ən azından hədiyyə də onu satmaq olmaz qurban. Yox, hədiyyə verildi, qutardı, getdi. Burada mənə variantlar eləmək lazım deyil. Buyur, yaxından çək. Özdə Cavanşir mənim nömrəsini də qoyub bura. Verin onun nömrəsini efinə qoy yıxsınlar. Sənin maşını deyil bu, qurban olur. Bəli. Qoymamısan, satacağım. Qoymuşam. Və deyirsən satmıram maşını. Yox, dedim sata bilərəm də. Qardaş, dedin satmıram maşını. Verin o materialı efinə. Axırlara nömrəsini qoyub, yazıb ki, dəyişirəm, bu maşını alanın toyunda pulsuz oxuyuram. Yazmısan altına. Bax, hamısı burada faktlar var, vətəndaş. Biz faktla işləyirik. Səni verərəm məhkəməyə buna görə. Təzminat alaram, bax buna görə. Nətər beynim çöndü, mən deyirəm, çox istəyirəm, amma belə olmaz da. Yenə 3 manatlıqdır bu, yox, bahalıdır. 2 manatdır, maşallah, amma yaraşır, əsas yaraşır. Ay Manaf ağayım müəllim, sənin ümumiyyətlə bu maşınlarla bilirəm ki, aran... Yox, demişdim, maşından sual vermə, başa düşün. Yox, mən sizi çox istəyirəm, mən sizin mahnılarınıza həmişə qulaq asmışam. O axırıncı duetiniz vapşe partlatdı, o şey vardı. Aleyli, leyli, leyli. Aleyli, leyli, leyli. Aleyli. Yox, başqalar qarışdırdım, bunu da qarışdırdım. Manaf müəllim, gecələr yatmamışdan qabaq yenə biz onu içirsən sən. Bəli. Öyrəşmirsən də, sən də bir də öyrəşdin, əl çəkmirsən də. Ona görə sən indi hərəcə bir kaset bizon verəcəm, gətir. Manaf müəllim. Yox, ara Allahım lan. Ver, onun birini ver Manaf müəllimə. Yox, kaset deyil. Onu da Cavanşir, ay çox zor. O kaseti də qoy Manaf müəllim maşına, otur gözlə. Otur gözlə, Manaf müəllim səndən şəkil çəkdirib Instagrama qoyacaq. Ay Manaf müəllim, bu yaxınlarda təzə mahnı çıxartmısan, ha, eşitdim. Həbibim. Nədir, eşitdin ki, Bakıya ərəblər gəlir? Ay Həbibi, ay Həbibi. Ay Manaf müəllim, ay köhnə, ay köhnə. Ey mənim həbibim. Ey mənim həbibim. Ey mənim həbibim, dərmanım təbibim, səni dağım etdi, alım yazım nəsibim. Bəh. Patlatdın, Manaf müəllim. Sən bu mahnı ilə Park Bulvarda bütün günü məclisdəsən. Park Bulvarda. Hərəflər bura gedirsən. Hər gün oradasan, narahat olma. Sən otaq götürərsən, oxudun, qalxdın. Sən elə səhərdən döşəyirsən, biz sənə də sual verək də biz. Ver. Qaz vermə! Qaz vermə! Bəs sən nə təri? Sən nə təri? Mən də elə qurban olum, sizin fikrinizi dəstəkləyirəm.
Qanmadım, qan. Cavanşir müəllim, o keçən dəfə elə saçını gördüm, yadıma düşdü. O qarğıdalı ştilini əkdim ha. Tutmadı, qurban olum. Mən istəyirəm bu böyrə qarğıdalı əkdirim, ya da bu tərəfə qoz əkdirim. Yox, səndə tutmaz axı. Tutmadı, hə. Səndə başa qan yaxşı işləmir ona görə. Hə, ona görə su getmir. Ona görə hə, səndə yox, sizdə maşallah yaxşı. Təzminat zəifdir də, yəni orada yemləmə məsələsi. Hə. Ay Manaf müəllim, bax indi sosial şəbəkə var. Çox adam özünü orada reklam eləyir də. Mənə maraqlıdır ki, sizin o cavan vaxtlarınızda bu sosialın olmayan vaxtıda özünüzü nətər raskurt eləyirdiniz, sizə qurban olum. Biz o vaxtı toydan toy tuturduq. Tezdən 9-da 10-da toy başlayır, gecə saat 1-2-yə kimi. Burada hər kişinin baş üstündə öldü. Hər kişi kimin? Kimi deyirsən? Yəni oxuyan... Yox, adım deyir, qardaş, adım deyir. Burada deyirsən hər kişinin, oradan baxır özünə götür. Kimi deyirsən? Vasifi deyirsən? Mən rayondan danışıram, kəndimdən, elimdən danışıram. Mən elə Bakıdan demirəm. O vaxtı yəni oxumaq çətin idi. Hə, o vaxtı yəni Vasif zadda yox idi, Vasiflər yox idi. Vasif yox, heç kim yox idi. Heç kim yox idi siz olanda. Yazın yuxarı, Manaf Ağayev deyir ki, mən oxuyanda heç kim yox idi, heç kim. Burada qalma qalsın mağala. Bəli, lazımdır, qalmaqal da lazımdır. O dövrdə həmin aparatura çox zəif elə-belə bir şey idi. Həm də ki, tezdən axşama kimi oxumaq lazımdır. Burada oxumaq var ki, o 5 saatda 1 saat yarım oxumursan heç. Toydan toy tuturdu. O dövr ki, toy olsaydı, bir gün oxuyanların 80% getməyəcəkdi toya. Da orada demir, sənin səsim işləmir. Toy alverçiləri var. Müğənnilər var, maşın satır. Müğənni var, maşın nömrəsi satır, bağ satır, ev satır. Çox qəribə olub, mən özüm də baş çıxardan biləm. Ay Manaf müəllim, baxıram bu Instagramda rəngli qəşəng geyimlərim var. Düzdür, tutuşdura bilmirsən, amma yaxşıdır, qəşəngdir. Deyirsən ki, tutuşdura bilmirsən, amma qəşəngdir. Bu nə tər sözdür? Yəni, yaxşı eləyirsən, amma düz eləmirsən. Yaxşı eləyirsən, çəksən, amma düz eləmirsən. Mənim mirimdə, mənim sözümü kəsən oğlan bir həftədən çox çəkmir də, yəni biləsiniz. Qulaq as, elə belə demirəm, sən mənim kəndçimsən, sən Cavanşir bir yana, sən bir yana, mən səni başqa götürün istəyirəm. Bir dənə dizaynerim var, onu düzüb qoyacaqsan, qəşəng genzəylər tiksin sana, oldu. Amma bir dənə xahişim var, sözə qulaq as. Səndə var, deyirlər bundan bu gedir, deyirsən yox, bu yaşından sarı yaxşı gedir, nəm qırmızı ilə, nə bilim, aranjıvı gedir, onların dəxli olmur da. Sonra mənə söz gəldi, qurban olum. Sən onu özündən danışırsan, bu şəkillər hamısı paylaşılır. Ay qurban olum, indi Instagramdan verin o şəkilləri. Verin o aranjıvı şallarla sarı köynəyi verin, üstündən qırmızı qalstuk vurma, verin o. Amma yaxşı adamsan, Manaf müəllim, yaxşı adamsan, deyim biləsən. Baxanda bilinmir, amma mən bilirəm yaxşı adamsan da, qurban olaram sana. Cavan vaxtı bilirəm ki, yaman şulu olmuşsan. Yaman, aman. Bax, bu Aycanı yanmış mahnısını kim oxumsan? Onu, elə bir Aycanı yanmış qız var, bunu oxumuşum. O vaxtı, nə oldu, axırı nə oldu? Axırı da seçdi, getdi ərədən. Yandı, getdi? Yandı, getdi. Aycanı yanmış və son istəyirdim də, çıxdı getdi. Hə, o vaxtda nə oldu? Maşallah, gözəl insansan. Orada da eləyə bilsən, bir tonda əlavə verəcəm. Cavanşir müəllimə demək, yaxşı? Elə, Cavanşir payıma verərsən. Deyim ki, bir dənə çölə çıxıb gəldik, yaxşı? Boş. Sənin özümü saxlayan biləm, bir dənə dəyinəbə gəldim, yaxşı? Ay Cavanşir müəllim, Manaf mənim özüm pis eləyir. Bir dənə ora deyək gələk, bulağa. Bir dənə bulağa gedək. Manaf, gəl. Gəl, çatdırmarıq birdən, qurban olum. Gəl, gəl, sana qurban olum. Bu yaş da getdi belədir də. Gəl, görüm sana qurban olum. İndi bax, sana bir tonda hədiyyə verəcəm. Görsən, səni çox istəyirəm, başqa cür çox istəyirəm. Amma bunun üçün biraz əziyyət çəkmək lazımdır da. Elə bir oradan gipperi götürürsən, malalayırsan ora. Sən yaxşısan axı belə şeydə, malalamaqda yaxşısan. Malalayacam, amma sən bir tonu verərsən. Verəcəm, sözdür. Çıxdı ağızdan oldu işməli. Elə şey olar, verəcəm, qurban olum. Hə, olmadı ki, olmadı. Narahat olma. Ay maşallah, əla Manaf dayı, əla, super. Bax, bir ton gipper Fortes qrupdan Manafa hədiyyə. Buyur, halal xoşun. İndi sən dediyin, mən elədim. Mən deyəni də sən versən, biləm ki, kişi adam. Hə, səni öpürəm. Öpürəm, Fortes qrup, öpürəm.
Nətərdir Maraq müəllim, hədiyyə. Əla. Denən də, denən çox sağ ol, ay fəlakət. Çox sağ ol, ay fəlakət. Denən böyüklükdən əksik olmayasan, denən də, qurban olma. Denən, narahat olma. Sənin başucalığındır, denən ol. Böyüklükdən əksik olmayasan. Sağ ol, qurban olum, əl öpənlərin çox olsun, əl öpənlərin çox olsun. Hər verilişdə elə şey varsanız, elə hər gün verilişə çıxarıq, heç toy etmərik. Ay maşallah, bax xoşuma gəlir, şirinliyi yaxşı eləyirsən. İndi sən kəndçimsən, Cavanşir müəllimə desən pullar istəyər, hanı sözləri eləyər. Onun bir dənə sevgah stilində nə tərsi oxur, toyları partladar, sana söz verirəm, orada nə qədər pul qazansan halal xoşur. İndi bax bu sözlərə qurban olub, mahnı fikirləş bir dənə, sevgah stilində, qalx silə düşmə. İstəmirəm daha səni görməyi, kim dedi sənə geri dön, bu sevgi salıb bizə kölgə, bu sevgi salıb bizə kölgə, getməlisən qabaqdadır dölgə. Bu qız sənin kölən deyir qara, keçmişini satın allam, para pulu. Məni mənə qaytar, mənə qalan odur. Bəh. Ay istəmirəm daha səni görmək, kim dedi sənə geri dön gəl. Bu sevgi salıb bizə kölgə, getməlisən qabaqdadır döngə. Ayəm onu. İstəmirəm daha səni görmək, kim dedi ki sənə geri dön gəl. Ay sağ qurban olaram, ay sağ qurban olaram. Sənə görə dedim. Əjdaha sana, supersən Maraq müəllim. Partlatdıq, bu mahnı partlatdıq. Halal xoşum, nə vaxt özüm yazmışam ha. Sağ ol, əla. Birdən indi bu paxıl adamlar var. Birdən sana deyər ki, özü yazmayıb kiməsə yazdırıb, inanma. Yox, mən səni tanımıram. Mənim mirimdə yalan yoxdur. Yox, mənim mirimdə kəlmə. Yox, mən səni çoxdan tanıyıram. Cavanşir müəllim, maşallah bilirəm ki, indi daha çox nəvələrlə vaxt keçirirsiniz də. Nəvələrlə daha çox oynayırsınız. Maraq müəllim özü də bilirəm çox sevir. Mən də onların bir əmisi kimi istəyirəm onlara qəşəng bir Dodo mebeldən hədiyyə eləyim. Nə fikirləşirsiniz? Sən məsləhət səndir də. Gördünüz, peşmansız bayaqçı sözlərinizi. Yox, sən yaxşı adamsan. Mənim mirimdə belədir, Cavanşir müəllim. Mənim mirimdə belədir. Mənim mirimdə belədir, Cavanşir müəllim. Mənim mirimdə belədir. Deməli, fəlakətdən, əmisindən, Cavanşir müəllimin, Manaf müəllimin nəvələrinə Dodo mebeldən qəşəng bir dənə hədiyyə eləyirsiniz mənim adımdan. Eybi yox, maaşımdan tutarsınız. Aparsınız, çatdırırsınız. Qoy baxsınlar o hədiyyə. Desinlər, mən bu boyda fəlakətin böyüklüyünü hiss eləməmişəm. Dodo uşaq mebeli, partladı bir şəhər, vur ora. Sağ qurban olaram. Ay, çox sağ ol Manaf müəllim. Doğrudan bu gün səni gördüm. Elə sevindim Cavanşir müəllim. Çox sağ ol. Səni mən başqa cür çox istəyirəm. Özün bilirsən də. Son sözlərinizi deyin, durun çıxın gedin. Əvvəla sənə təşəkkürüm bildirirəm. Bu verilişə bizi mənim qardaşımla, böyük qardaşımla bir yerdə dəvət eləmisən. Fəlakətin verilişini təbii ki, biz dedik demədik. Həmişə birinci yerdə reyting olub. Öpürəm səni, bizi dəvət edək. Sağ qurban olaram. Ona görə baxımlı verilişdi ki, onun bax belə bahalı qonaqları var. Vur qurban olaram. Axıra yaxında biraz qaldırın. Bu veriliş baxımlı verilişdir. Xalq da bəyənir, əyləncəli verilişdir. Əhval-ruhiyyəni təzələyən verilişdir. Həm düşündürəndir, həm gülməlidir. Yəni Azərbaycan televiziyasında ikinci belə bir veriliş yoxdur. Ay, sizə qurban olaram. Çox sağ olun Cavanşir müəllim. Biz sizi doğrudan çox istəyirik. Mən də istəyirdim ki, iki gözəl insanı birləşdirin. Bax, onlar bu verilişdə bir yerdə görsənsinlər. Mən indi şərait yaratdım da. Bundan sonra oturun durun bir yerdə. Zəhləşin, gecələr mesajlar yazın. Vallahi oturup durun. Manaf müəllim şəklini atsın, desin nətərdir, bunu paylaşın, məsləhət eləyin. Çox sağ olun, sizə qurban olaram, çox sağ olun. Hə, əziz tamaşaçılar, bugün sizin sevdiyiniz, sizin seçdiyiniz və fəlakətdən istədiyiniz qonaqları fəlakət qonaq çağırdı. Axırda sizə bir məlumat vermək istəyirəm. Deməli, bu Vodabek qəbiləsindən Geravol adlı festivalda kişilər makiyaj eləyir. Qadınlar isə onları dəyərləndirir. Ona görə deyirlər ki, hər kişinin arxasında bir qadın durur. Bir gecəniz xeyrə qalsın.